Yardımlıda kürəkən qaynatasının başına daşla xəsarət yetirdi. Qardaş toya getmək istəməyən bacısını boğub öldürdü. Bakıda yol üstündə yaranan mübahisə ölümlə nəticələndi. Bütün bunlar son günlər aqressiya səbəbindən yaranan mübahisə zəminində baş vermiş kriminal hadisələrin sadəcə bir neçəsidir. Görünən odur ki, son zamanlar cəmiyyətdə aqressivlik artıb. Bunu hər yerdə, ailə daxilində, küçədə, avtomobil yollarında, hətta həyatımızın ayrılmaz hissəsinə çevrilmiş sosial şəbəkə platformalarında da görmək mümkündür. Bəs son vaxtlar insanların bu qədər aqressiv olmasına səbəb nədir? Bu sualla vətəndaşlara üz tutduq. Günün o qədər problemi var ki, hər şeydən insan əsəbləşir, özündən çıxır. O dövrdə bunları reklam eləyən yox idi. Hər zaman hər şey ola bilir. O demək deyil ki, o zaman heç kim istəməyib, heç kim bir-birini vurub öldürməyib. Sadəcə belə kütləvi halda onu reklam eləyirlər. Onu heç mən bəyənmirəm. Kriminal xəbərləri deyirsiniz? Ümumiyyətlə elə bax, belə hər şeyi çıxardılar televizora. Amma əvvəl elə deyildi, əvvəl tamam başqa şey idi. Bir mübahisə zamanı birimiz bir üzr istəsək, təbii ki də belə bir problem olmaz. Amma çox insan da fikirləşir ki, məsələn, mən hər hansı bir üstünlük təşkil etsəm, bəlkə bu məndən qorxar. Digər də həmin fikirdə olanda mübahisə daha da çox alovlanır və qətillər, xəsarətlər artıq sonlana bilir bu hadisələr. Kriminal xəbərlər müəyyən dərəcədə təsir edə bilər. Yəni ki, hərə öz istədiyini götürür də. Yəni ki, insan var ki, adi bir filmə baxanda biri qəhrəmanı balet edirsə, onu dəstəkləyirsə, digər tərəfi isə bu cinayətkarı dəstəkləyir. Yəni ki, o ümumi baxanda xeyirlə şər bərabər inkişaf edir. O xeyir qüvvələrinin sayı çox olduqca cəmiyyət saflaşır. Görürəm, məhəllələrdə olur. Həyətdə yolda getdiyimiz vaxtda görürük, olur belə şeylər. Necə olur, nə üstə olur mübahisə? Dalaşırlar, adi insanlar aqressivləşib. Buna əsaslandıram, telefonlar çox böyük rol oynayır məncə. Telefonla insanlar çox bağlı olurlar telefona çünki. Biri məsələn nəyəsə görə əsəbidir, biri çox şeylər var da, biri məsələn bankın kreditini ödəyə bilmir, işi yoxdur, hisslidir, bir də gəlir o yandan nəsə deyir, belə şeylərlə olur. Evində nəsə problemi var, ola bilər borcu var. Yəni bu insanların hamı eyni şeyə görə deyil. Vətəndaşların məsələyə münasibəti fərqli olduğu kimi, aqressiyanın yaranma səbəbləri də müxtəlifdir. Kimi bunu uşaqların zorakılıq elementləri olan kompüter oyunları və ya filmləri izləməsi, kimi də media və sosial şəbəkə platformalarında davamlı şəkildə yayımlanan kriminal xəbərlərin insanlara şüuraltı təsiri ilə əlaqələndirir. Bəs doğrudan bu insanların ən adi məsələlərdə mübahisə həddinə çatmasının kökündə bu səbəblər dayanır. Cəmiyyətdə sakit və təmkinli ünsiyyət mədəniyyətinin formalaşmasına nə mane olur? Bugün sabaha saxlamadan mövzu ilə bağlı bir sıra suallara aydınlıq gətirməyə çalışacağıq.